Data-driven decision making nədir? Data əsaslı qərar vermə ecəlin əsas tələblərindən biridir. Biz evidence-based management qayda baxdıqda görürük ki, əvvəlcə məhsul sahibi tərəfindən hipotezlər irəli sürülür və həmin hipotezlər sonra measurement edilir, sonra inspect edilir, ən sonra adapt edilir. Adapt etmək o demək deyil ki, bu hipotez davam etdiriləcək. Bəzən bu hipotez dayandırıla da bilər və ya disproven ola bilər. Hipotez nədir? Hipotez fərziyyədir. Fərziyyənin ehtimaldan fərqi odur ki, bu hansısa dataya əsaslanmalıdır və müşahidəyə əsaslanmalıdır. Məhsul sahibi olmaq üçün insanda iki keyfiyyət lazımdır. Birincisi müşahidə qabiliyyəti, ikincisi quickly decision maker. Yəni məhsul sahibi sürətli qərar verə bilən adamdır. Hipotezlər irəli sürüldükdə məhsul sahibi sürətli şəkildə qərar verməlidir ki, bu hipotez davam etdirilir və ya disproven hesab olunur. Bütün müşahidələr və bütün fərziyyələr uğurlu olmur. Amma bütün hallarda komanda məhsulun dəyərini maksimallaşdırmaqdan ötürü xüsusilə məhsul sahibi hipotezlər irəli sürməlidir və bu hipotezlər data əsaslı olmalıdır. Evidence-based management, yəni sübut əsaslı idarə etmədə məhz budur. Mən Toğrul Xəlilov məhsul sahibiyəm. Mənim ecra üzrə 5 beynəlxalq sertifikatım var. Product management üzrə 8 ildən çox təcrübəm var. Təşəkkür edirəm.